İndi isə gəlin mətnlərin izahını verim. Mətni daha oxumuram, çünki özünüz oxumusunuz. Başlayaq. 37-də mətnə əsasən doğru fikri müəyyən eləyin. Mətnə əsasən doğru fikir, deməli, müdriklərə görə qanun həcmi vacib deyildi. Niyə vacib deyildi ki? Onlar ən qısa qanun məcəlləsini hazırlamaq istəyirdilər. Bu vacib idi. Bu olmadı düzgün. Qanun insanların vəzifələrini izah etməli, açıqlamalıdır. Bəli, qanunlar insanların vəzifələrini izah etməli, onlara başa salmalı, açıqlamalıdır. Bu doğru bir fikirdir. B-dir və yerdə qalan heç bir fikir uyğun deyil. 38-də mətndə hansı sualın cavabı yoxdur? Deyir ki, bir cümlədən ibarət qanun tələbini kim qoymuşdu? Burada yəni kimin qoyduğu bizə yəni məlum deyil. Heç özləri də vermir. Sadəcə bu 3 müdrik bir araya gəlir və qanun məcəlləsi, ən qısa, yəni lakonik qanun məcəlləsi hazırlamaq istəyirdilər. Burada olacaq elə cavab A variantı. Kimsə onlara bir tələb kimi, şərt kimi qoymamışdı. Amma digərlərinin cavabı var. Qanun həcmi nə qədər olmalı idi? Yəni ən qısa. Sonra hansı fikirdə təhdid yox idi? İkinci müdrikin fikrində təhdid yox idi. O deyirdi ki, sevgi ilə yanaşın, özünüz də sevgi və hörmət görəcəksiniz. Sonra hansı müdrikin cümləsi qanun kimi qəbul edildi? Üçüncü müdrikin. Üçüncü müdrik nə deyirdi? Uşaqlar, yadınıza gəl, mən də sizə hər dəfə deyirəm ki, yəni biz də bu mətnlərdən, yəni ibrətamiz mətnlərdən oxuyaraq həmişə şagirdlərimizə, həmçinin özümüzə bir dərs çıxartmağa çalışırıq. Deyirdim ha ki, özünüzə rəva bilmədiyinizi başqalarına da rəva bilməyin. Eyni bax bu üçüncü müdrikin fikri kimi qəbul edildi. Bəli, müdriklər bir araya gətirən nə idi? Müdrikləri bir araya gətirən onların ən qısa qanun məcəlləsi hazırlamaq istəyi. Sonra 39-da mətndə seçilmiş hadisələrin ardıcıllığını müəyyən eləyin. Ardıcıllıq belə idi ki, çətin olanı bacarmaq iddiası. Niyə görə çətin idi? Dünyanın hər yerində qalın qanun kitablar qüvvədə idi və o boyda kitabın içərisində, minlərcə kitabın içərisindən, yəni bircə dənə qısa qanun məcəlləsini hazırlamaq çox çətin idi. Onlar da çətin olanı bacarmaq istəyirdilər. 4. Sonra 3-də təhdidin qəbul edilməməsi. Bəli, birinci müdrik dedi ki, heç bir günah cəzası qalmayacaq. Bu sanki bir təhdid kimi idi, qorxutmaq, hədələmək kimi. Amma onu da digər ikisi qəbul etmədilər. Sonra növbəti uğursuz fikir oldu və digərləri də məqsədə çatdılar. Axırda 3-cü müdrikin fikri bəyənildi. Cavab 39-da oldu, Y variantı. 40-da qarşısında deməli dairə işarəsi qoymuş sözün qarşılığı hansı bətnə düzgün verilibdir? Burada əhatəli sözüdür. Görürsüz? Yəni yuxarıda bax burada bu hissədə əhatəli cümlə bax belə. Əhatəli yəni ətraflı deməkdir. 40-da olur C variantı. Hansı fikir tünd rəng hərflərlə verilmiş cümləyə aiddir? Baxaq. Tünd hərflərlə verilmiş cümləmiz dünyanın hər yerində qalın qanun kitabları qüvvədə idi. Gördüyünüz kimi, deməli, 2-ci abzasdadır və orada olacaq cavabımız Y variantı. Məqsədlərini mövcud olan vəziyyətlə müqayisə edirdilər. Necə müqayisə edirdilər? Yəni deyir ki, dünyada o qədər çoxlu da, yəni qanun kitabları var və bizim də elə birini seçməliyik ki, müqayisə eləyir. Yəni qısa olsun, lakonik olsun, yığcam olsun. Yəni bir cümlə ilə görün o boyda kitabın qarşısında sadəcə bir cümlə. Nə deməkdir? Müqayisədir də. Yəni mövcud bir vəziyyətlə müqayisədir. 41-də oldu Y variantı. Oyandı cümləsinin mətndə həqiqi yaxud məcazi mənada işləndiyini müəyyən eləyin deyir və mətndəki ilə eyni mənada işləndiyini cümləni seçəcəyik. Burada oyandı, yəni görək nə mənasındaydı? Cavab harda yazmışdılar? Hə. Deyir ki, təbəssüm oyandı. Təbəssüm oyanmaq, yəni məcazi mənalıdır da. Məcazidirsə də biz də deyirik ki, burada həqiqiləri tuluyuruq, məcazilərə baxırıq. Ayı qış yuxusundan oyandı. Həqiqətən də yuxudan oyana bilər. Bu getdi. Sonra C variantında məcazi uşağı yenicə yatızdırmışdım ki, oyandı. Bu da həqiqidir. Fərid sanki qəflətdən oyandı. Qəflətdən oyanmaq məcazidir. 42-də olur da cavab D variantı.
43-də qarşısında ulduz işarəsi qoyulan sözün mənası hansıdır? Mətndə də gördünüz ki, o təhdid yoxdur. Təhdid də sözün də mənası qorxutmaq, hədələmək deməkdir. Cavab olur B variantı. 44-də mətnin tərkib hissələrinə əsasən uyğunluğu müəyyən eləyəcək. Əsas müdriklərin bir araya gəlməsi bu girişdə idi. Nəticə ikinci müdrikin fikrinin bəyənilməməsi əsasdaydı. 3 müdrikin fikri əsasdaydı. Nəticədə 3 müdrikin ən böyük müdrik seçilməsi bu nəticədə idi. Cavab 44-də D-dır. Nəticə müdriklərin məqsədləri hardaydı? Onların məqsədləri demək olar ki, birinci abzasda yazılmışdı ki, onlar bir yerə gətirən bir məqsəd vardı. Girişdə yəni. 44-də də cavab oldu D. 45-də mətnin sonuncu abzasında verilmiş cümlənin mətnin məzmununa uyğun tamamlayacağıq. Deyir ki, nə demişdi orada? Müdrikin sözləri hamıya öyrətdi ki, bəli, özünüzə rəva bilmədiyiniz, özünüzə edilməsini, bax qız da yəni düzgün yazıbdı şagirdim, edilməsini istəmədiyiniz bir şeyi başqasına etməyin. Altına xətt çəkilmiş sözü əvəz edə bilən söz, orada altına xətt çəkilən söz şərh etmək sözüdür. Kitabçaya da baxsaz. Şərh yəni izah etmək, təfsir etmək o mənadadır. İzah, təfsir.